Müşahidəçilər hesab edir ki, ötən həftədən davam edən küçə ixşaşları insanların ədalətsizlik aktına ənənəvi reaksiyasıdır. Lakin Kaliforniyadakı hadisələr tədricən qonşu Texasa da yayılaraq həm ayrı-ayrı siyasətçilərin, həm də bütün ştatların maraqlarının toqquşduğu etiraz formasına çevrilib və geniş miqyas alıb. Maraqlıdır ki, ştat polisi bu işdə Vaşinqtona kömək etməkdən imtina edib. Miqrantların özləri və onları dəstəkləyən solçu qüvvələr isə müqavimət göstərirlər. Kaliforniyada keçirilən aksiyalarda Meksika bayraqlarının çoxluq təşkil etməsi diqqətdən qaçmamalıdır. Kaliforniya sakinləri bu şəkildə Trumpın miqrasiya siyasətinə etiraz edir. Amerika Birləşmiş Ştatlarından ayrılaraq Meksikaya birləşmək arzularını ifadə edirlər. Amerika Birləşmiş Ştatları tarixi ayrı-ayrı dövlətlərin ittifaqdan çıxmaq cəhdləri ilə bağlı hadisələrlə zəngindir. Təkcə Texas indiyədək azı 4 dəfə Birləşmiş Ştatlardan çıxmağa cəhd edib. Eləcə də Kaliforniyada bir vaxtlar New York və Vaşinqtonun təsirindən qurtulmağa çalışıb. Yeni regional separatizm ABŞ-nin bu və ya digər hissəsinin siyasi həyatında tendensiyaya çevrildikdən sonra bu tip hadisələr tipik bir vəziyyətə çevrilib. Son günlər Kaliforniyada və xüsusilə Los Angelesdə baş verənlərə gəlincə, əlbəttə ki, qeyri-adi bir hadisədir. Lakin bu ölkənin tarixində yeni deyil. 19-cu əsrdə Meksikadan qopardılıb Amerika Birləşmiş Ştatlarına birləşdirilən Kaliforniya ucuz immiqrant işçi qüvvəsi hesabına yaşayıb və Trump miqrasiya siyasəti ilə bunu alt-üst edir. Albina yazır ki, Los Angelesdəki ixtişaşlar yerli əhalinin ağ köçkünlərə qarşı üsyanı nəticəsində baş verib. Amerika Birləşmiş Ştatlarından ayrılma tərəfdarlarının sayı isə artır və artıq 35% təşkil edir. Oxşar şəraitdə olan digər ştatların da Kaliforniyadan nümunə götürmə riski artır. Kaliforniya 1848-ci ildə Guadalupe Hidalgo müqaviləsinə əsasən Amerika Birləşmiş Ştatlarına qoşulan 8 ştatdan biridir. Bu müqavilə Meksikanın kapitulyasiyası ilə başa çatan Meksika-Amerika müharibəsinə son qoydu. Amerika Birləşmiş Ştatlarına Kaliforniyadan başqa Texas, New Mexico, Arizona, Nevada, Utah, Colorado və Wyoming də qoşulub. Bu ştatların ərazisi Birləşmiş Ştatların ərazisinin yarısını, əhalisi isə ölkə əhalisinin 1/4-ni, iqtisadiyyatının 3/4-ni təşkil edir. Ümumilikdə Birləşmiş Ştatlardakı Latin Amerikalılar ştatlardakı əhalinin əhəmiyyətli hissəsini təşkil edir və onların mübarizəsi sadəcə olaraq immiqrant kimi hüquqlarının müdafiəsi deyil, daha çox yerli əhalinin öncə Amerika şüarı altında Prezident Donald Trump'ın ətrafında toplaşan ağdərili köçkünlərə qarşı üsyanıdır. Trump dünya ile uğraşırken dünya da Trump'a karşı bir iç mücadele organizasyonuna destek olmaya başladı. İşte bunlardan bir tanesi de Amerika'da birkaç gündür meydana gelen sokak hareketliliği ve eyaletlerin parçalanma sürecini hızlandırarak Amerika'yı adeta içine çökertmekle ilgili bir operasyon. Kuzey-Güney çatışması gibi eyaletler arasında bir çatışmanın olması şu an itibariyle mümkün gözükmüyor. Ama Çin, Rusya, hatta Amerika ile ittifaklık sürecinde bir problem yaşayan İsrail bile Amerika'nın bu iç rekabetini kızıştırarak Trump'ı iktidardan uzaklaştırmakla ilgili bir stratejiye dönüştürmek isteyebilirler. Trump qeyri-qanuni miqrant axınını məhdudlaşdırmaqla yerli korporasiyaları süper gəlirlərdən məhrum edir. Burada maraqlı məqam ondadır ki, məhz Kaliforniya Respublika yönlü ştatdır və onun dəstəklədiyi Respublikaçı namizəd prezident seçiləndən sonra bu ştatın iqtisadiyyatını sarsıdan islahatlar aparır. Bu isə ona gətirib çıxarır ki, biznesini itirmək təhlükəsi ilə üzləşənlər kütləvi ixtişaşlara sponsorluq edir. Çünki onların yalnız bir alternativi var. Ya evə qayıtmaq, ya da bu mübarizədə qalib gələrək Amerika vətəndaşı olmaq. Ona görə də bu ixtişaşlar yalnız Trump'ın anti-immigrant qanunvericiliyi ilə maraqlarına toxunduğu biznes strukturları arasında kompromis tapacaqları təqdirdə dayanacaq. Yəni düşünmürəm ki, Birləşmiş Ştatlar bayrağındakı 50 dövlət və 50 ulduzda azalma olsun. Washington Post Amerika Birləşmiş Ştatlarının şəhərlərində baş verən kütləvi ixtişaşlar və etiraz aksiyalarını ölkənin Demokratlar Partiyasının uğursuz immiqrasiya siyasətinin sübutu adlandırıb. Donald Trump isə jurnalistlərə açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları hakimiyyəti iyunun 14-də Washingtonda keçiriləcək hərbi parada mane ola biləcək istənilən potensial ixtişaşları yatıracaq. Onların iştirakçıları isə həbs oluna bilər. Yəni görünən odur ki, yaxın bir-iki gün ərzində
hakimiyyət ya güc tətbiq edəcək, ya da güzəştə getməli olacaq.